Esselamu Aleyküm, əziz və dəyərli izləyicilər. Belə bir söz var, deyir, təbiətin qanunu belədir. Siz təsəvvürünüzə gətirin ki, belə deyilsin ki, bir kitab var, amma onun yazarı yoxdur. Kitab var, kitab yazılıb, amma müəllifi yoxdur. Necə ola bilər bu? Eləcə də demək ki, təbiətin qanunu. Yəni, bu qanun varsa, bu qanunu icad edən var. Və təbiət hər hansı bir qanunu icad edə bilməz. O qanun varsa, o qanunun hökmünü vermiş bir yaradıcı var. Misal çəkək, bir qadın, bir kişi sağlam, həkimə müraciət edirlər. Uşaqları dünyaya gəlmir. Müayinələrdən sonra məlum olur ki, onlar tam sağlamdılar. Tamamilə heç bir problemləri yoxdur və uşaq dünyaya gəlməsi üçün bir əngəl yoxdur. Böyük səylərdən sonra, müalicələrdən sonra sonda həkimin onlara dediyi söz bu olur ki, gedin Allahdan istəyin. Bu nəyi göstərir? Bu məhz dediyimiz o sözün doğru olmadığını göstərir ki, təbiətin qanunu. Əgər təbiətin qanunuysa, onda lazım olan hər bir səbəb var, şərait var. İki insan, sağlam insandır, bir qadın və bir kişi və onların mütləq təbiətin qanunlarıdırsa, uşaqları dünyaya gəlməlidir, amma gəlmir. Bu göstərir ki, mütləq şəkildə bir şeyi idarə edən var. Bu idarə edən də şək, şübhə olmadan yerin göyün sahibidir. Bizim Rəbbimiz, ilahımız, yaradıcı olan, xaliq olan Allahdır. Və bununla Allah öz qüdrətini insanlara göstərir ki, hər şey onların istəyi kimi deyil və ya hər şey bilinən bir qanunlar üzərində deyil. Bir istəyə bağlıdır, o da yaradanın istəyidir. Necə ki, Quran-ı Kərimdə buyurulur, o istədiyini oğlan verər, istədiyini qız verər və istədiyini də sonsuz edər. Bu, Allahın qüdrətini göstərir. Və bundan başa düşürük ki, təbiətin qanunu deyil də, yaradanın qoyduğu qanunlar var və o öz qoyduğu qanunları öz istəyində idarə edə bilir. Öz istədiyi kimi idarə edir.